Get bala. Hamının göz qabağında istəyir. Get, sənin də başın elə çatmır. Get. Sən də elə manyaksan. Neyniyək? Budur da, budur. Qarşımıza çıxan adamlar belədir. Neyniyək? Onu bilirəm ki, yaxşılıq bir köpək oğlu deyil. Quran haqqı pis deyilsən yuxarı başda. Atasız onu başlarsın. qəti surətdə yaxşılıq eləyəndən 15 saniyə sonra o adam sənin düşmənindir. Bax, artıq bunu bil. Arzu. Bilirəm. Qəti surət. Eybi yox, get cəhənnəmin ən isti bıcağında sən otur. VIP zal ayırsınlar sizə cəhənnəmdən. Pramoy oradanca asılı qonaqlar otururlar. Mən ora gedəcəm şəxsən. İkimiz gedərik orada oturarıq, yaxşı yanarıq. Amma yaxşılıq. Yaxşılıq qəti eləmə. Məndən sizə məsləhət. Sən qarışma, sözlərə Başa düşdün? Qəti surətdə heç kimə yaxşılıq eləmə. Bir də sənin haqqında kim danışır? Bizim verilişimizin aparıcısı Zaur müəllimdir də, düzdür. Zaur müəllimin haqqında o qədər yerlərdə yaxşı pis danışır. Zaur müəllim getsin fikir versin də ona. Bir dənə şeyə fikir versin. Orası elədir. Qəti surətdə. Bir şey danışdım, ay Pərviz, maşın. Nə maşını? Bir dənə qruz götürəcəm. Sən Allah. Neçəyə, nətər? 16 minə. Xeyirli olsun. Xeyirli olsun. Yox, sağ ol, təşəkkür Tam edirəm. bir söz yazır belə. Qulaq as, nağd götürürsən yoxsa belə? Yox, 6 min ödəniş eləyəcəm. Qalanda ayı kreditdən. Amma dedi pravanı çıxartmalısan, ondan sonra maşın gəlib götürməlisən. Yox, belə pravasız da ala bilərsən, sadəcə sürə bilməzsən də. Maşını alanda pravaya ehtiyac yoxdur, sürmək üçündür prava. Sürmək üçün də padruqam gedəcəkdə Gəncədəki park. Nə var? Balaca uşaq da maşın sürür. Bir qazlı bir tormuz da, deydi, bu parkovkadır. 2 dənə orada şey var. Atdım bala. Vardı getdi. Mexanika deyil, bir şey deyil. Aslan özü məsəl üçün maşın sürməyi şəhərdə öyrəndi. Heç bilmirdi elə də yaxşı. Vərdiş eləyəndən sonra biraz Bərdədə sürəsən. Bərdədə öyrənəndən sonra sür Bakıya pramı. Bas qaza aşkım, bas qaza mahnısını qoyub gəlirsən bura. Mən qabaqda oturacam. Yeni tutar səni. Bərdə və bərdələrə. O mahnını qoyacam. Bərdə və bərdələrə. Mən öyle özüm oturacam qabaqda. Sürürsən pramı bura, götürürsən mən buradan, gedirik şəhərə. Nə bassən mən. İnşallah. Niyə getmirik ki? İnşallah. Allah kömək olsun. Sürənlər səndən artıq deyil ki. Bakıda qız var ki, qolu spiçka çöpünə oxşayır. Oturub maşında açqıda gözündə belə-belə eləyir. Maşın, onun nətər rola gücü çatır, mənə çatmır. O maşın sürür. Böyle. Gözümlə görmüşəm. Heç qotkaya oxşayır. Maşından belə baxır adamı. Xarici maşın altında. Nə var ki, yəni öyrənəsən. Valla heç həvəsim yoxdur. Prosta bir-iki dənə insanlar var idi. Onun prinsipinə düşmüşəm. Acığa. Hə, Allah heç həvəsim yoxdur. Mən qoysunlar maşını gəzdirsin, amma mən həvəsim yoxdur maşını sürməyə. Amma prinsipi də çox sevirəm da mən. Ölürəm prinsipdə getməkdən ötəri. Maşını almaq prinsipi kimə aiddir? At çəkilə bilər yoxsa? Hə, yox, o qızdır. O mənə aiddir. Oğlana aid deyil, o qızdır. Bu da mənim ətrafımda olanlardır. Qırmızı rəng seçəndə, qırmızı rəng daha çox gözə çarpır. Olsa padruqam deyir, qarası məndə də, qırmızısı da səndə olsun, Arzu. Surətdə, qaranın başını bıraq, qırmızı rəng. Yox, padruqam, Gəncədəki padruqamda qırmızı, qaradır. Mən qırmızı da istəmirəm, zoğalı rəngi olsa daha da gözəl olur. Məsləhət səndir, amma qırmızı daha qəşəng olar. Maşının ən gözəl rəngi. Mən şəxsən alsam, gələcəkdə imkanım olsa, qırmızı rəng maşın alaram şəxsən. Arzu pis insandır. Hə, mən pis insanım. Sən yaxşı insan ol. Kim yazıb o? Arzu pis, aşkımın dəlisi. Zarafat eləyir, çox istədiyindən fikir verir ona. Aşkımın dəlisi. Hörüklərin azadına var, onun qarda şəkil çəkdirib. Necə oldu? Yaxşı adamdır o. Ürəyinin təmizliyindəndir. Bilmirəm kimdir, tanımıram. Niyə səssizə getdi? Melisa yazıb ki, Arzu, Zaura niyə çıxmırsan verilişə?
Valla çağırsınlar da gəldilər, çəkiliş elədilər, bir şey elədilər. İndi məqamı var da çıxmağında. Zərif həkim 6000 verməyibsə bir yazıb. Yo, mən işləyirəm axı, bayaq dedim işləyirəm. İşte. Mənim işim gücüm var. İnşallah. Zərif həkim buna niyə pul versin ki? Zərif həkim sadəcə əməliyyat işinə baxır. Sizə pul verirlər ora çıxanda. Bəli xanım, verirlər. 20 manat, 30 manat, 50 manat. Baxır adamlar. 4-cü günü gələcəm. 4-cü günü qoyulacaq. Xeyirli olsun inşallah. Bir dənə arzu heç kimə fikir verməsin, beynin boş-boş şeylərlə yormasın. Ay ondan ağza verim, bundan ağza verim. Qəti. Hamımız bilirik ki, sən zəif qadın deyirsən, özünə görə gücün var, yəni canavar kimisən. Sadəcə başı beyni yorma. Sən mənə baxmayın, mən başlayıram ağzıma gələn danışıram, söyürəm onu bunu, ondan bundan verirəm ağza, mənə baxma, mən içmə vərdişirəm. Sən beyni, psixolojiyi pozma. Məndə o pozulub, gedib baş. Çox sağ ol. Arzu yaxşıdır. Arzu mən pisini görməmişəm şəxsən. Çox sağ ol, təşəkkür edirəm Osir. Heç kim incidməyib. Aslanla yüngül problemləri olub. Mən Aslanla yenə danışacağam ki, olmaz. Qadın da keçmiş həyatında olub. Bir yastığa baş qoymusan, ən azından. Olmaz. O bir xanımı da Allah xoşbəxt eləsin. Nə deyə bilərik? Heç kimə pis demirik ha. Təzə gələni də Allah qədəmlərini inşallah uğur eləsin. Sadəcə olmaz xanımdır. Xanımdan olmaz. Alkış Arzu. Kim yazıb onu? Bir də saniyə. Cavadov. Mən səni tanıyıram Cavadov. Mən amma həmişə yaxşı yazırdım. Bilmirəm bura niyə pis yazmısan. İnşallah. Amin. Mehriban, necəsən Mehriban? Xoş gəlmişsən. Bir dənə tac yollayıb bura kəpənəkdən tacdan, nə bilim, əjdahadan. Totumotu nə yerdə qaldı? Kimdəndir bu? Totumot. Totumotu. Yəqin Nigar səndən doji. Olar. Totumot nədir? Totu bizim hanımdan da aşağıda adım. Çox sağ ol qoca nənə. Məliya, bir dəy. Asman toy nədir olub deyir. Asiman heç nə. Asiman sən öl deyirəm. O qız Makedona oxşayan qızla elə bir-birlərinə bağlanıblar. Orada bu dəqiqə Leyli Məcnun Vtaraya Жизнь gedir. Arada mənim qabağıma çıxır. O qız konkret dirəşib ki, mən ondan evlənəcəm. Halal olsun. Dayı oğlu. Вторая мировая жизнь. Da, Mehribanişka. Asiman yox, gözəl dirəşib. Sən öl. Özüm ölüm konkret orada. Etsin, Allah xoşbəxt eləsin valla. Nə deyək, Allah xoşbəxt eləsin. Yarayanlar da kim Amin. kimi sevir, kim kimi neyinir. Ayeti gör nə yazıb ora, bir dənə diqqətlə oxuyam. Asman gözəl dünən gedir, deyim mən gəlin gedirəm deyə. Sən öləsən Asman. Nərə gedirəm özdə. Nereye gedirəm? Sən o nə mənada dedi? Yəni dedi bu əlindən gələn kömək eləyir də mənə. Təcrübün variantı budur. İkisi canlıdır. Qucaqlayanda ne olur? Neyse baş verir. İnsan hamı qucaqlaya bilər. Qəşəng. Şı adlı sevgilimi aldı dünya. Bəli. Mən şəxsən sənə inanıram. Kama nəsə yazıb ora gülür. Takip eləməyənlər takip eləsin. Ay Pəriz bala, sən çox nahaqla bala. Yo, Ceyran neçə vaxtı görmürdü gözəl insan. Ailəmizin Çidi Məmmədov Niki xanımdır. Məcbur idimi, görmürdülər neçə vaxt idi bir-birin
Əti dırnaqdan ayırmaq olmur, gözəl insan. Sizə olan sayğım, hörmətim sonsuzdur. Allah sizi xoşbəxt eləsin, gözəl balalarınızı həmçinin. Məcbur idim, olmaz bir söz. Ana da özü zəng eləyir, deyir ki, bu qızımı görmək istəyirəm. Mən də yox deyə bilmərəm ora. Həmin bu sözə mən deyəmirəm, yox. Gözəl insan, sizin mesajınızı üzrü sayınlarda görmürəm. Çox hörmət eləyirəm sizlərə. Qurban dayıya vəhşi hörmətim sonsuzdur. Nə olsun ki, oradadır? Sizin gözünüzü niyə qorxuzub ki, o bu qədər? Mən izləyicilərə deyirəm, o oradadır yazanlar. Neyiniyir ki, o kamikazidir, bədəninə bomba qoyub, ev partladır, nə işlə məşğuldur? Yəqin fikirləşirlər ki, təzədən barışarlar. Nabatla nə əlaqəsi bəs? Nabat gedir orada. Qonaq kimi 5 gün, 3 gün qayıdır da Allah. Pervizdi super, spasiboçki. 330. Mən küsəm, mən yenə də küsəm. Cinlə şeytanı qarışdırmayaq, gözəl insanlar. Cinlə şeytanı qarışdırmayaq, 10% zariyyətka qaldı. Cinlə şeytanı qarışdırmayaq, gözəl insanlar. Mən yenə küsəm, mənə kim nə eləyibsə, mən durmuşam arxasında. Mən heç kimlə barışmamışam. Mənim öfkəm, mənim əsəbim lazım olan insanlara hal-hazırda da gedir. Burada tema tamam başqa şeydir. Ortada ceyran var, balasını görmək istəyir. Neyini? Deyək ki, olmaz. Əgər kimsə orada Nabatın xətrinə dəyərsə, kimsə orada ona fərqi yoxdur, kim olursa olsun, nəsə bir dırnağına bu boyda daş dəyərsə, onda temalar dəyişəcək. Başqa onun orada heç kim işi yoxdur, mehribandır, lazım olan dəstəklərini göstəriblər. Necə mən burada Allahsızlıq eləyə bilmirəm uşaqlar. Buranı bu xırda bir detalı nəzərə alaq. Kim mənə qarşı çaşarsa, arxasını çevirərsə, mən ona çönürəm. Mənlə hal-hazırda iş olan yoxdur. Adımı çəkən də yoxdur. Canlılarda falan bəs məkan. Bir dənə o qızı, o başdan xarab. O da heç onun başında babasil var deyirlər. Nədir o? Onun başında problem var deyirlər. Ondan başqa heç kim mənim adımı çəkmir. Məmmədov yazıbdı. Yazıb, üzrü sayın, o mesajını görmədim. Necə oldu? Deyirəm, çox hafaz. Bilirəm, hamısından xəbərim var. Yox, hal-hazırda nisbi sakitçilikdir. Vəziyyət yaxşıdır hal-hazırda orada. Heç bir başqa liçni hərəkət yoxdur. IQ-ün tamamı ilə 99 dərəcə dəyişib olub. Mülayim bir qız. Sakit və səssiz. Başqa cür olub indi. Görsöz tanımazsınız, Allah'a and olsun. Baxarsan deyərsən ki, mən yuxu görürəm, bir nəfər məni yuxudan durğuzsun. Vaxtında eləyərdim. Bəli. Bəzi hadisələr doğrudan baş verməlidir uşaqlar. Burada nə var ki, açıq söhbət eləyək. Heç nə mənim üçün çöl də bayır kimidir. Mən pramoy adamam. Bəzi hadisələrə baş verməlidir ki, insan düzgün yolun tapsın. Mən özüm də çox qudurduğum vaxtlarım olub həyatda. Başlamışam baş kəsməyə, onunla, mənəm. Elə bir yerdə zərbə almışam ki, dilim pramoy girib durub burada. Başa düşdün? Ona görə də həyatda açığın deyirəm sizə, qudurmaq lazımdır. İnsan gərək hər saniyəsinə qiymət versin. Qutardı getdi. Çörək yeyirsən, bir tikə, bu bir tikə çörək buradan keçirsə, birinci ona şükür elə. Adam var, bax, burada Allah uzaq eləsin, şişdir, rakdır, durub, çörək keçmir. Buranı deşiblər, yeməyi buradan salırlar mədəsinə. Belə həyatlar var. Ona görə insan gərək hər saniyəsinə şükür eləyə, qudurmaq lazımdır. Əsəbləşə bilərsən, kimsə sənin haqqında haqsızlıq eləyər, sənin haqqıva girər, söyər və ya başqa, o başqa şey. Amma mən yeyim, başlayım, qudurum,
sönüm olun bir vəhşi canavar olmayan şey, o şey yox. Onun sonu yoxdur. Əmin olun ki, onun sonu yoxdur. Hə, Məmmədov, bilirəm, gözəl insan. O xəbərlərin hamısı gəlib çatıb mənə. Məmmədov nikini bizim Arzuda tanıyır, Nigar xanım da tanıyır. Prosta at çəkmirik də, ailəmizin içidir, olmaz. Nabas Savrabatdadır, bəli. Gözəl anamız, gözəl bacımız Unikdə olan, Allah onun balaların, övladların, yoldaşın hamısı xoşbəxt eləsin. Amin. 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 Çox gözəl insandır, mən eşitmişəm onu. Allah onları hamısı xoşbəxt eləsin. Hamısına xoşbəxtçilik arzulayıram onlara. Amin inşallah. Allah Aslanı da xoşbəxt eləsin. Amin. Aslanı da xoşbəxt eləsin. Bir dənə aslandan indi qoşulsa da deyəcəm, olmaz. Arzu ilə keçmiş, baxma, evli olmusan, olmaz, xanımdır, Aslan xanımdır. qoşulsaydı təbriklər bir deyərdim. Qoşular inşallah. Dən xəbər göndərəcəklər buradan. Ekran kayıtları işləyir saniyə və saniyə. Bir saniyə yoxdur ki, sakitçilik olsun. Kayıt işləyir. Tüm SMS-ləri oxu. Yarı türkcə, yarı Azərbaycanca gedirik. Aha. Bir neçə günlük gedib. Arvad yox, həyat yoldaşı daha gözəl olar. Kirayə ev tapmayıb, xeyr. Müvəqqəti ola bilər. Doğusu yüngül. Səsli zatağının yüngül varı. Burada 4 nəfər var. Biri xorullayanda Usir, yatan. Biri Oruczadədir. Biri Aras Şahbazovdur. Bir dənə risk eləyəyim. Ya Bismillahirrahmanirrahim. Yolda bu. Zor Oruzzadə. Məmmədov yazıb edə görmə deyir. Hə, bircə saniyə baxıram. Bildim. Hə, Allah canınızı sağ eləsin. Hə, Arzu sizi tanıyır. Hal-hazırda yəni mən o məlumatı vermirəm. Canlıda deyə bilmirəm. Allah sizin canınızı sağ eləsin. Kim? Məmmədovu tanımıram mən. Yox, Məmmədov oğlan dedi. Deyərəm, sən şəxsi də deyərəm. Yəni yaxın qohumumuz, yaxınımızdır. Monik.